Mətndəki obrazların xüsusiyyətləri əsasında Venn diaqramına uyğun fikirlər yazın. Qızılı itirən şəxs və qonşunu müqayisə etmək lazımdır. Ortaq cəhət burada yalnız bir fikir yazmaq olar ki, hər ikisi sahibkar idi. Çünki burada mətndə qeyd olunub ki, sahibkar Külçənin yox olduğunu ağlamağa və saçını yolmağa başlayır. Onun fəryadını eşidən varlı bir sahibkar olan qonşusu deyir. Deməli, bu iki şəxsin hər ikisi sahibkar idi. Yəni, üçə sahibkar olduqları fikrini yaza bilərik. Qızılı itirən şəxs birə yaza bilərik ki, xəsis insan idi. Çünki o malını özünə belə qıymırdı, xərcləmək üçün özünə belə qıymırdı. Xəsis idi, daha sonra ağılsız idi. Amma qonşu üçün yaza bilərik ki, daha ağıllıdır və var-dövləti saxlamağın mənasız olduğunu düşünür. Bu kimi xüsusiyyətlərlə Venn diaqramımızı tamamlaya bilərik.